Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev hər iki əməkdaşın zəngin elmi yaradıcılığından bəhs edib. Yubilyarları təbrik edən bölmə sədri onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayaraq hər iki əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin fəxri fərmanı ilə təltif edib. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Əbilfəz Quliyev 50 ilin işığında adlı məruzəsində bildirib ki, 2004-cü ildə fəaliyyətini akademiya ilə bağlayan Ramiz Qasımov 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktoranturasına daxil olub. 2004-cü ildən fəaliyyətini akademiya ilə bağlayan Ramiz Qasımov 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktoranturasına daxil olur. Cəlil Məmmədquluzadə yaradıcılığında kiçik adam obrazlarının ictimai bədii funksiyası adlı dissertasiyasını 2011-ci ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2025-ci ildə isə Azərbaycan tənqidi realizminin poetikası mövzusunu uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. O, ondan çox monoqrafiya və kitabın 350-dən çox elmi, o cümlədən yüzlərlə elmi publisist məqalənin müəllifidir. Bölmənin Tarix, Etnografiya və Arxeologiya İnstitutunun şöbə müdiri dosent İlhami Əliyev Mənalı ömrün 60 ili adlı məruzəsində qeyd edib ki, 1999-cu ildə Naxçıvan Regional Elm Mərkəzində fəaliyyətə başlayan Sara Hacıyeva 2009-cu ildə Naxçıvan orta əsrlər dövrünə aid xatirə abidələri üzərindəki təsvirlər, tarix mədəniyyət abidələrimizin nümunəsi kimi dissertasiya işini uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru, 2013-cü ildə isə dosentlik elmi adını alıb. Hazırda doktorluq dissertasiyası üzərində işləyən Sara Hacıyeva 3 monoqrafiya və 120-yə yaxın elmi məqalənin müəllifidir. Tədbirdə digər çıxış edənlər yubilyarlara xoş arzularını çatdırıblar. Bölmənin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Zülfiyə İsmail və qızı Suay Qasımlı Ramiz Qasımovun elmi fəaliyyətindən, fədakar alim və nümunəvi ailə başçısı kimi keyfiyyətlərindən bəhs ediblər. Sonda çıxış edən yubilyarlar onlara göstərilən yüksək diqqət, qayğı və təbriklərə görə minnətdarlıqlarını bildiriblər. Tədbirdə yubilyarlara hədiyyələr təqdim olunub. 50 illik yubiley tədbirinin keçirilməsinə göstərilən dəstəyə, yaradılan şəraitə görə Akademiya Naxçıvan bölməsinin sədri İsmail Hacıyev başda olmaqla bütün əmək keçən hər bir kəsə öz minnətdarlığımızı bildiririk. Əlbəttə ki, bizim həm şəxsiyyət olaraq yetişməyimizdə, həm alim olaraq formalaşmağımızda Akademiyanın Naxçıvan bölməsi və təbii ki, Azərbaycan dövləti və dövlətçiliyi böyük qayğı ilə yanaşıbdır. Buna görə də biz hər şeydən əvvəl yaşadığımız bu ölkəyə, yaradılan bu şəraitə görə bu dövlətimizə və bizə göstərdikləri o himayədarlığa görə dövlətimizin rəhbərinə öz minnətdarlığımızı ifadə edirik və çox razıyıq ki, bizə göstərilən bu qayğı və diqqət bizim bir alim olaraq ortaya çıxmamıza və formalaşmamıza öz təsirini göstərmişdir. Xosrov İbrahimov, Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.